Salam, hər vaxtınız xeyir müəllimlər. Demək, dünən mən qruplara atdığım, WhatsApp qruplarına atdığım 4 sualın izahını indi sizə verəcəm. Birinci sualı görürsünüz. Birinci sual px bərabərdir. Bizə demişdi x-in kubu üstə gəl 6x kvadrat minus 8x plus n. Çox hədisinin x plus 1 2 hədisinə bölünməsindən alınan qalıq 24 olarsa, bizə deyir ki, nəyi tapın? P4'ü tapın. P4 bərabər suala. Nə edirəm mən? Yazıram x-in kubu üstə gəl 6x kvadrat minus 8x plus n bərabərdir. Bölən x plus 1. Deyək ki, natamam qismət px. Qalıq da 24'dür. X-ə mən mənfi 1 versəm, burada x-in yerinə mənfi 1 qoysam, bura bütövlükdə gedir 0'a. Sağda qalıq qalır. O zaman solda da x-ə mənfi 1 yazaq. Mənfi 1'in kubu mənfi 1, plus 6 var, mənfi 1'in kvadratı 6, plus 8, plus n bərabər 24 və buradan n'i tapıram nə? Demək, 13, 24'dən 13 çıxanda 11. N oldu 11. Əla. Onda px hansı şəkildə oldu? Px oldu x-in kubu, plus 6x-in kvadratı, minus 8x, plus nə? 11. Mən nəyi tapmalıyam? P4'ü. P4 bərabərdir. 64 plus 6 var 4'ün kvadratı 96 minus 24 daha doğrusu 32 8 4'ün 32 plus 11 neçə edir? 96'dan 32 çıxdıq. Elə də 64 64 64 128 üstünə də 11 gələndə 139 cavab variantımız oldu B variantı. Keçdik növbəti suala. İkinci suala baxaq. İkinci sualda deyil, x-in neçə tam qiymətində kök altında x-in kvadrat minus 4x plus 4 üstə gəl kök altında x-in kvadrat plus 10x plus 25 ifadəsi ən kiçik qiymətini alır. Yaxşı. Bunu biz bilirik ki, birinci kök x minus 2'nin kvadratıdır. Yazıram x minus 2'nin kvadratı kök altında. İkinci də x plus 5'in kvadratıdır. Bunu da belə yazdım. Bərabər moduldan, demək kökdən çıxartdım, modulda yazdım x minus 2. Cüt dərəcədən olduğuna görə əlbəttə ki, bunu modulda yazmalıyam. X plus 5 ifadəni sadələşdirdim. İndi bunların sıfırlarına baxıram. X sıx 2 bərabər 0 modulların sıfırlarına. X bərabər 2, x plus 5 bərabər 0, x bərabər mənfi 5 və bu ədədləri ədəd oxunda qeyd edirəm. Mənfi 5, bir də 2, 2'nin sağı, mənfi 5 ilə 2'nin arası, bir də mənfi 5'in soluna baxıram. Mənfi 5'in solunda, yəni x kiçikdir mənfi 5 olduqda, birinci modul əlbəttə ki, mənfi olduğuna görə 2 çıx x şəklində açılacaq. İkinci modulda mənfidir, olacaq minus x, minus x, minus 5. Yəni modulun içi mənfi olduğuna görə belə açılacaq. Qalacaq mənfi 2x minus 3. X də mənfi 5'dən kiçikdir deyə, hələ gətirib mənfi 5'i bura qoysaq, eləyir mənfi 13. Daha doğrusu 10 çıx 3, 7. Yəni 7'dən böyük bərabər bir ifadə alırıq. 7'dən böyük bərabərdir. Digər tərəfdən x-i götürsək mənfi 5'dən 2'nin arasında. Yəni mənfi 5 kiçikdir x, kiçik bərabər 2 götürsək, yaxud da kiçikdir 2 götürsək, o zaman birinci modul mənfi olduğuna görə 2 çıx x şəklində açıldı. İkinci modul müsbət deyə x plus 5 x plus 5. Bu da bizə nə verir? X-lar getdi, qaldı 7. Aha. 7'ni yazdım bir tərəfdə. İndi baxaq nəyə? Üçüncü hala. Üçüncü halımız nədir? X-in 2'dən böyük halı, böyük bərabər halı. Bu zaman birinci modul əlbəttə ki, olduğu kimi açılacaq. Çünki müsbətdir. İkinci modulda əlbəttə müsbət olacaq. X plus 5 şəklində. Söhbət buradan gedir də müəllimlər. Yəqin ki, bu modulu bilirsiniz nə edirəm. Bu bərabər olur 2x plus 3'ə. X da 2'dən böyük bərabərsə, hələ gətirib bura 2'ni qoysaq, 4 da 3, 7. 7'dən böyük bərabər ifadə alırıq. Demək, birinci halda 7'dən böyük bərabər ifadə aldıq. İkinci halda 7'nin özünü aldıq. Üçüncü halda 7'dən böyük bərabər. İfadənin ən kiçik qiyməti neçə oldu? 7. Hansı halda 7'ni aldı? X mənfi 5 ilə 2'nin arasında. Yəni x mənfi 5'də daxil, 2 də daxil olduqda ifadə, yəni ən kiçik qiymətini alır.
X-in deyir neçə tam qiymətində ifadəsi ən kiçik qiymətini alır. Mənfi 5-də aldı mı? Aldı. Demək, mənfi 5-də daxil, 2 də daxil. Mənfi 5 və 2 daxil olmaqla bu qiymətləri aldı. Bax, həmin ifadəni bir də yazıram bura. Modul x minus 2 plus modul nə idi? X plus 5. Mənfi 5 və 2 daxil. Bu ifadə nəyi alır? 7-ni alır, yoxlaya bilərsiniz. Bizə deyir x-in neçə tam qiymətini? Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. Daha sonra 0, 1, bir də 2. Məsələn, mənfi 3 yerinə qoyanda x-in yerinə bura eləyir 5, bu tərəf eləyir 2, 7. Nə bilim, 0-ı yerinə qoysaz 2, 5, 7. Buradakı bütün qiymətlərdə ifadənin qiyməti 7 olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Cavab oldu D variantı. Əla. Keçdik növbəti suala, yəni 3-cü suala. 3-cü sualımıza diqqət edin. Bizə deyir ki, 6A bərabər 15 minus modul B. 3B də bərabər modul A. Baxın, modul A 3B'yə bərabərsə mütləq şəkildə B müsbətdir. Bunu unutmayaq. Sıfırdan böyük bərabər yazaq. Bizə deyir A plus B-ni tapın. İndi B müsbətsə o zaman 6A bərabərdir 15 B-ni çıxartdıq moduldan. 3B modul A-ya bərabər olduğuna görə bunun hər tərəfini 3-ə vururam. B-ni sola keçirdib 3-ə vururam. Olur 18A plus 3B. 15-i də 3-ə vuranda 45. Ona görə 3-ə vurdum ki, 3B modul A-dır deyə gətirib 3B-nin yerinə modul A yaza bilim. 18A plus modul A bərabərdir 45. Birinci hal. A mənfi 3-ün, A kiçik 0 üçün olacaq 18A çıx A bərabər 45. Buradan 17A 45A oldu, 17-də 45. A-nı biz mənfi qəbul eləmişdik axı, amma müsbət aldıq. Boş çoxluq, belə bir şey yoxdur. Yəni A mənfi deyil demək. İkinci halda A müsbət olarsa 18A plus A 45. Buradan A olur nə? 19-da 45. A müsbət olanda həqiqətən də müsbət qiyməti aldıq. Bəs onda B nəyə bərabər olacaq? 3B A-dırsa, bax fikir verin. 3B modul A idi. Biz də A-nı müsbət qəbul elədiksə 3B bərabər A-dır. Buradan B bərabərdir A bölü 3. O zaman B A bölü 3-dürsə, B bərabər olacaq 19-da 45-i 3-ə böləndə eləyəcək 19-da 15. Bizdən nə istəyir? A plus B. A plus B bərabərdir 19-da 45 plus 19-da 15. O deyilir 19-da 60. Bu da oldu bizim cavabımız, yəni A variantı. Keçdik 4-cü suala. 4-cü suala baxaq. 4-də 4 maraqlı sualdır. 4-də bax belə bir ifadədir. 2x minus 7 bölü 3 bərabərdir. Demək, x bölü 5. Bərabərliyini ödəyən həqiqi ədədlərin sayını tapın. Yaxşı, ilk öncə bax, fikir verin. 2x minus 7 bölü 3 tam ədəddir. Bu tam hissədir, daha doğrusu. Tam hissə. Belə çıxır ki, x bölü 5 tam ədəddir. Tam ədəd. Onda belə çıxır ki, x bərabərdir 5k. Yəni, x 5-ə bölünən ədəddir. Bu hissələrindən yəqin ki, razısınız. İndi məsələn deyək də, 2,4-ün tam hissəsini yazmaq istəsək, nə yazacaq bura? 2. 2,4-ün solundakı ədəddir, fikir verin. Məsələn, mənfi 1,6-nın tam hissəsini istəsək, nə yazacaq bura? Solundakı 2 tam ədəd, mənfi 2. Hər iki halda solundakı tam ədəddir. Yəni, x plus 5 bu ədədin solundadır. Bunu demək istəyirəm. Onda yaza bilərəmmi? Bax, 2x minus 7 bölü 3 sağdadır. Böyük bərabərdir x bölü 5-dən. İndi ola bilər ki, bərabər də ola bilər də buradan. Məsələn, 2 bərabər, məsələn, belə yazsam, tam hissə bu elə 2-yə bərabərdir. Bu halda ola bilər. Ona görə böyük bərabər yazmalıyım. Kiçikdir, x bölü 5 plus 1-dən. Aydındır. Məsələn, 2,4
tam hissəsi 2-dir. İndi 2-nin üstünə bir gəndə 3 edir. 2,4 3-dən kiçikdir də əlbəttə ki. Kiçik bərabər yaza bilmərik. Kiçik olacaq. İndi bax bu bərabərsizliyi biz həll edəcəyik. Hər tərəfi 15-ə vursaq, burada 3x qalır. Burada qalır. Demək 3-dən 15 gedir 5. 5-i 2x minus 7-yə vuranda 10x minus 35. Kiçikdir 15-ə vursaq buranı 3x plus 15. Bu iki qat bərabərsizliyi həll edək tək-tək. Biri bura olsun. Bərabərsizliyimizin digəri də bax bu hissə olsun. Bax bunları həll edək. Birinci bərabərsizlikdə alır ki 7x böyük bərabər 35, x böyük bərabər 5. Digər tərəfdən 10x minus 35 kiçikdir 3x plus 15. Buradan da alır 7x kiçikdir 60. 60 olur yoxsa 50. X kiçikdir nədən? 7-də 50-dən. Yəni 7,7-də 1-dən. Aha, demək x harada yerləşdi? 5 kiçik bərabər x. O da kiçikdir 7,7-də 1. Aha. Yaxşı, əla. İndi baxaq. X-i tapmışıq. X hansı intervalda yerləşdiyini tapmışıq. Şərtə baxaq, görək şərtdə bizdən nə istəyir? Deyir, bərabərliyini ödəyən həqiqi ədədlərin sayını tapın. Bərabərliyini ödəyən həqiqi ədədlərin sayını tapın. Yəni, x-in qiyməti, həqiqi qiymətlərin sayını tapın. Aha. X 5-dən 7 arasındadır. Yəni, 5 var burada, 6 var, bir də 7 var da, düzdür. 7 yoxdur, yox. 7 var, bəli, 7,7-də birdən kiçikdir. 3 dənə tam ədəd var burada. İndi, belə bir şey var da, 5-i yerinə qoysaq, tam hissə olur. Amma 6-nı yerinə qoysaq 1,2 edir, 7-ni 1,4 edir, tam hissə olmadı axı. Yəni, bərabərlik ödənməyəcək. Ona görə bir dənə 5 ödədir burada, 5. Bu bərabərlik təkcə 5 ödəyir, o da olur Y variantı. Bax, bu da belə, ümid edirəm ki, aydındır. Sağ olun, hələlik.